Hormatlar bolsun. Bugün bizler New Zealand'ın Auckland şəhərində New Zealand'ın Muhacirat Dəftəri tərəfindən və başqa şunu şəkildə ictimai organizasyonlar tarafından ortaya koyulan mülteciler günü ya da muhacirler günü ya göçmenler günü programda qatnaşıb otururuz. Bosqonların bütün dünya günü yıl 1951-ci Bosqonlar Konvensiyonunun tasdiqlanmağının 75-ci illığı bilan bir zamanda New Zealandın Auckland şəhərindəki Bosqonlar təzədən yerləşdiriş mərkəzi Mangri dövlət rəsmilərinin Bosqonların işi boyunca Birləşən Millətlərin Yuqarı Komissarlığının vəkillərinin yerləşdirilən Bosqonların və dürlə Bosqon cəmiyyətlərinin mehmandarı oldu. Avstraliya, New Zealand və okyanuslar üçün bosqonların işi boyunca Birləşən Millətlər Quramasının səviyyətindəki yuqarı komissarlar vəkili Ben Farrell bu davarada şəylədi. And other government and non-government organizations, and of course Bosqonlar Konvensiyonunun bosqon haqqını istəmək, təzə bir yurtda həyata başlamaqlığı, adamkarçilik əsası və asıllara layiqlikdə rəsmiyyətdə tanıyır. O, New Zealand dövlətindən və xalqından bosqonlar hər il qəbul edib və onlara xüsusi qurşav və təzə mümkünçiliklər törətgəndikləri üçün minnətdarlıq bildirdi və Mangri'nin təzədən yerləşdiriş mərkəzinin xidmətlərini bütün dünya üstünlüğü misal deyib hesab etdi. Davamında New Zealand'ın Bosqonlar və Polis Vəzirliyinin orunbasarı Casey Costello, Bosqonlar bütün dünya gününü adamların xavfsizliğə yetib və durmuşu təzədən başlananlar üçün umid, batırlıq və tutan yerliliğin görünüşü hesab etdi. Ol, Bosqonlar Konvensiyonunun 75-ci yıllığına salgılanmaq bilan bu sənədin 2-ci Dünya Uruşundan sonra azar və əziyyətdən qaçan üçün orta gelindiğine və onun pəyamının əhli insanlara xavfsizlik, kəramat və duyğu bağlanışıqlardan peydalanmağa haqlıdığını bellədi. All our distinguished guests, but most importantly, our New Zealanders. Ol şeylə həm bosqonları təzə yerləşdirmək məqsədnamasında xidmətdaşlıq etən əhli quramalardan və adamlardan qadırdanlıq bildir. Bu dabaranın çarşubasında kəbir Afgan bosqonlar həm öz durmuş yağdaylarından qürrün verdilər. Bu yerdə təzə baran Muhammed Nazir bu yığınağın qurulmağından və o Afganistanın qatnaşmağından şadlıq bildirib aytdı. برنامه امروز بسیار خوش گذشت دیگه فرهنگ‌های مختلف مردم‌های مختلف دیگه بسیار خوش گذشت و بخصوص افغانای خود ما اینجا رقص بسیار زیبایی که حتما نام داره دیگه انجام دادن دیگه بسیار خوش گذشت و دیگه از طرف کمیونیتی هم Ətən milli oyunu Afganların mədəniyyətinin bir görünüşüdür. Ol, New Zealand dövlətinin və xalqının qoldavından minnətdarlıq bildirdi. New Zealandda baranda 3 yıl bolan Afgan bosqonu Varis Vali bu yurdun bosqonlar üçün bilim, iş və öne gediş üçün genişləyin mümkünçilikləri üpçün ediyənliyini aytdı. Ol, sözünün davamında bilimin ayal və erkəklər üçün dən dərəcədə yetərliliğine New Zealandda arzışlı mümkünçilik deyib bellədi. Bu dabara mədəni bərnamalar və dörlü bosqonlar cəmiyyətinin vəkillərinin qatnaşmağı bilan tamamlandı. Bərnama cəbistliğin arzışlarına sərgərdan bosqonları qəbul etmək və qoldamaq və bütün dünya xidmətdaşlığa əhmiyyət verməkliyə nöqtədir. Mən Fayzullah Türk, Azad xəbərçi, Mültəcilər Gününün davarasından Auckland, New Zealand'dan.